Metronun qiymətini güya 1 manata qaldırsaz, metro zərərsiz işləyəcək. Metronun zərərlə işləməsinin səbəbi odur ki, Azərbaycan vətəndaşları kasıbdır. Bütövlükdə bir toplum olaraq, bir iqtisadi orqanizm olaraq biz metro kimi bahalı nəqliyyat xidmətini tam şəkildə ödəməyə ödəniş qabiliyyətimiz çatmır. Bütövlükdə orqanizmi deyirəm, iqtisadi orqanizmi deyirəm. Bunun səbəbi ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası hökuməti iqtisadiyyatı elə çalışdıra bilmir ki, iqtisadiyyat yeni sərvət yaratsın, yeni zənginlik yaratsın və bunun nəticəsində vətəndaşlarımız ya birbaşa, ya da dolayısıyla vergi vasitəsilə bu xidmətin, metro xidmətinin qiymətini ödəyə bilsinlər. Hesabat dərc olundu hökumət tərəfindən metro xidmətləri haqqında 139 milyon manat ziyanla keçən ili başa vurub və bu zaman 230 milyon sərnişin daşıyıb Bakı metropoliteni və bu aydındır ki, bu rəqəmin birini o birisinə böləndə fərqin nədən yarandığını görürsən və anlayırsan ki, bunların fikri metronun qiymətini 1 manata qaldırmaqdır. Və bu cür təbliğatı dolayısıyla qururlar. Mənim dediyim isə odur ki, qətiyyən heç bir halda metronun qiymətini qaldırmaq olmaz. Onun heç bir iqtisadi əsası yoxdur. Əksinə, hökumət öz vəzifəsini yerinə yetirməlidir. Vətəndaşlarımıza şərait yaratmalıdır ki, vətəndaşlar iqtisadi orqanizm olaraq yeni zənginlik, yeni sərvətlər yaradıb, hər cür xidməti, o cümlədən metro xidmətini də tam həcmdə ödəyə bilsinlər. O zamana qədər isə ancaq subsidiya hesabına bu xidmət Azərbaycan vətəndaşlarına xidmət etməlidir. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalan.